Hər birinizi salamlayıram. Mən Estelar. Bu gün sizlərlə bir yerdə Azərbaycan filmləri haqqında danışacağam. Və birinci bu filmlər haqqında danışmağım üçün araşdırma elədim. Filmləri, serialları isə bunlar. Baxdığıma görə insanlar bu filmləri sevirlər. Bozbaş Pitsures. Əsasən bir komediya kinosudur və 1-2 bölümünə baxdım, əyləncəli. Və yadıma gəlir ki, uşaq vaxtı mən bu kinoya 1-2 dəfə də baxmışdım. Sıradakı isə Buğlama. Bu kinoların adlarını niyə belə qoyurlar? Birinin adı Buğlama, birinin adı Xaş, birinin adı Aş. Və mən bu filmə baxdım. Əyləncəli filmdir, baxmaq olar. Obrazlar da mənə görə yaxşıdır. Sıradakı filmimiz isə Yuxu kimi. Bu filmə baxmağa ürəyim yetmədi. Aralardakı boşluqlar çoxdur uşaqlar. Mən belə düşünürəm ki, bu film yəqin ki, qocalar üçün olar. Mən belə düşünürəm ki, Azərbaycanda yaşayan insanların görmək istədiyi filmlər ya komediya filmləridir, ya da ki, ailəvi filmlər. Hər bir də bunu deyim ki, bu filmlər o qədər də izlənmir. Reytinqlərinə də baxmışam. Amma biraz da olsun fərqlə komediya filmləri udur. Daha çox izlənirlər və gərginliyi atırlar insan üstündəki. Böyükləri misal göstərirəm. İşdən gəlmisən, televizoru açdın və qarşında bu filmlərdən biri var. Yuxu kimi demirəm, komediya filmləri. Və bu filmləri izləyirsən. Və yəni bizə qırıq da olsa üzün güldürür. Amma Yuxu kimi filmlərdə isə, yəni ailəvi filmlər adamın həqiqətən də yuxusunu gətirir. Qardaş, baxmaq olmur bunlara. Axşamları kənddə qocaların yanında oturanda 2 dəqiqə durmaq olmur o. Yuxu kimi açırlar. Adamın yuxusu da gəlir, Nasreniyası da ölür. Bu nə tər kinodur bilmirəm. 17 dənə ailə problemi bir yerdə yaşanır. Və sən də bu türklər demiş, olayları çözüncə yuxun gəlir, yatırsan. Yatmağın cəhənnəm, film qutarır. Bir də ki, Azərbaycan kinolarındakı ən böyük çətinliklər və mənfilər bunlardır. Birincisi maddiyyat, ikincisi ssenaridəki boşluqlar. Üçüncüsü isə filmlərin daha sonradan bu filmlərin daha çoxunu çəkib pis çəkməsi və təkcə maddiyyat üçün çəkməsi. Və bu da Azərbaycan sektorunun nəyə görə yüksəlmədiyinin bir videosu. Videonu bəyəndisən, bu videoya bir dənə like atmağın mənim üçün yaxşı olar. Mən Estelar.